Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Son zamanlar sosial şəbəkələrdə və müxtəlif internet platformalarında asan qazanc, bir kliklə pul qazan kimi vədlərlə insanları cəlb edən bu platformalar əslində insanların minlərlə problemlə üzləşməsinə səbəb olur. Qanunsuz mərc və şans oyunları təkcə pul itkisi ilə nəticələnmir. İnsanları daha hansı qaranlıq yollar aparır? Gəlin elə mütəxəssislərdən eşidək. Mosbet, Pinup, BidXBet, Melbet, Betbuta, onlayn loto kimi qanunsuz mərc və şans oyunları platformalarının əsas məqsədi insanları aldatmaqdır. Bu cür platformalara daxil olan şəxslər ciddi risk altındadılar. Vətəndaşlar qanuni və qanunsuz mərc və şans oyunları arasında fərqləri bilmədiklərinə görə qanunsuz platformaların tələsinə düşürlər. Belə ki, qanuni mərc və şans oyunları platformaları müvafiq dövlət qurumları tərəfindən verilmiş lisenziya əsasında şəffaf şəkildə fəaliyyət göstərir və əldə etdikləri gəlirdən dövlət büdcəsinə külli miqdarda vergi ödəyir. Qanunsuz platformalar isə həm vətəndaşlar, həm də ölkə iqtisadiyyatı üçün ciddi təhlükə yaradır. Oyunçuların hüquqlarını qorumur və istifadəçilər qarşısında heç bir hüquqi məsuliyyət daşımır. Mosbet, Pinup, BidXBet, Betbuta, onlayn loto kimi platformalar Azərbaycanda lisenziyasız və dövlət nəzarətindən kənarda fəaliyyət göstərdiyindən qanunsuz yollarla külli miqdarda gəlir əldə edir və dövlətə vergi ödəmir. Eyni zamanda bu cür qeyri-qanuni mərc və şans oyunları platformalarından əldə edilən vəsaitlərdən çirkli pulların yuyulması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah alveri və digər ağır cinayətlərin maliyyələşdirilməsində istifadə edilir. İqtisad elmləri doktoru, sabiq Maliyyə naziri Fikrət Yusifov qeyd edib ki, ölkə ərazisində istənilən müəssisə müvafiq qaydada aidiyyatı qurumdan qeydiyyatdan keçməli, müvafiq qanunlar əsasında fəaliyyət göstərməlidir. Bundan kənar hər hansı bir fəaliyyət qanunsuz fəaliyyətdir və müvafiq qanunvericilik aktları ilə belə bir fəaliyyət qeyri-qanuni sayılır və onun üçün də aidiyyatı qaydada məsuliyyət müəyyən edilir. Hər halda bu qəbuldan olan oyunlar təbii ki, ölkədə normal hal sayıla bilməz. Biz bilirsiniz, biz bugün ölkəmizdə qaçaq malçılığa qarşı mübarizə, qanunsuz maliyyə əməliyyatlarına qarşı mübarizə istiqamətində son illər ərzində çox ciddi işlər görmüşük. Və təbii ki, bu kontekstdə də belə oyunların təşkilatçıları öz məsuliyyətlərini dərk etməlidirlər. Əgər dərk etmirlərsə, deməli, qanun öz sözünü deməlidir. Əksər hallarda belə fəaliyyətlə çirkli pullar yuyulur və təbii ki, yaradan dövriyyələr vergidən yayındırılır və bununla da dövlət hər tərəfli itirmiş olur. Qanuni platformalar istifadəçilərin hüquqlarının qanunvericilik çərçivəsində qorunmasına zəmanət verir və vətəndaşlar istənilən uduşu qazandıqda həmin vəsaiti ödəmək öhdəliyi var. Hüquqşünas Emil Aslanovun sözlərinə görə, mərc oyunlarının həyata keçirilməsi akreditasiya olunmuş hüquqi şəxs tərəfindən həyata keçirilə bilər və həmin şəxslər lisenziya ilə fəaliyyət göstərməlidirlər. Əgər qeyri-qanuni olaraq hansısa mərc oyunlarını keçirirlərsə, bu halda İnzibati Xətalar Məcəlləsinin 401-ci maddələrinə uyğun olaraq şəxs məsuliyyətə cəlb edilə bilər. Həmin maddənin sanksiyasında lotereyaların, stimullaşdırıcı lotereyalar sistem olmaqla buna hüququ olmayan şəxs tərəfindən təşkilinə və ya keçirilməsinə görə 3000 manatdan 4000 manata qədər məbləğdə cərimə nəzərdə tutulmuşdur. Bundan başqa, qanunla müəyyən edilmiş qaydada akreditasiya olunmadan mərc oyunlarının təşkilinə və ya keçirilməsinə görə 3000 manatdan 4000 manata qədər məbləğdə cərimə nəzərdə tutulmuşdur. Qanunsuz mərc və şans oyunları platformaları kiçik məbləğlərdə uduş əldə edən şəxslərə ödəniş edərək istifadəçilərdə etimad yaradılır. Lakin böyük məbləğdə uduşları ödəmir, hətta istifadəçi hesablarını bloklayaraq vəsaitlərin çıxarılmasına imkan vermir. Nəticədə vətəndaşlar aldadıldıqda və ya qazandıqları vəsaiti ala bilmədikdə heç bir rəsmi quruma müraciət edə bilmirlər. Qanuni platformalarda həmçinin istifadəçilərin məlumatlarının qorunması və maliyyə əməliyyatlarının təhlükəsizliyi qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin olunur.
Qanunsuz mərc və şans oyunları platformalarında isə şəxsi məlumatların təhlükəsizliyi də təmin edilmir. İstifadəçilərin bank məlumatları, şəxsi məlumatları üçüncü tərəflərin əlinə keçə, dələduzluq və digər cinayət hallarına yol aça bilər. Azərbaycan ərazisindən qanunsuz mərc və şans oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən bu virtual mühitə çıxışın təmin edilməsinə görə fiziki şəxslər 3000 manat məbləğində, vəzifəli şəxslər 7000 manat məbləğində, hüquqi şəxslər 40000 manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının hüquq mühafizə orqanları qanunsuz mərc və şans oyunları ilə mübarizəni daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə mütəmadi əməliyyatlar həyata keçirilir, qanunsuz mərc və şans oyunları təşkil edən şəxslər və dəstə üzvləri müəyyən edilərək məsuliyyətə cəlb olunur. Dəyərli izləyicilər, göründüyü kimi qanunsuz mərc və şans oyunları yalnız şəxsi büdcəyə deyil, cəmiyyət və ölkə iqtisadiyyatına da ciddi ziyan vurur. Aidiyyatı qurumlar və mütəxəssislər vətəndaşları bu cür platformalardan uzaq olmağa çağırır. Unutmayaq ki, asan qazanc vədi əslində bir tələdir. Biz həqiqəti çatdırırıq. Seçim sizindir.